Bloka dəstək üçün sualların izahına davam edirik. Qeyd edim ki, bu sualda 25 may 2025-ci il qəbul sualıdır və daha tez, sürətli bəzi suallar necə işləmək olar, onu göstərmək istəyirəm. Bu, məsəl üçün, asan sualdır. Bunu daha da tez necə işləmək olar? Cərgələrdən birindəki sözlər amonimik səciyyəsi daşıyaraq sifət və feil kimi işlənə bilir. Deməli, necə işlənə bilir uşaqlar? Sifət və feil kimi. Sifət, bir də feil. A bəndindən başlayaq. Dolu, dolu. Necə dolu? Sifət. Amma dolumaq sözü varmı? Yoxdur. A bəndindən çıxdıq. Digər sözlərə baxmaya ehtiyac yoxdur. At, atmaq. At sözü sifət olurmu? Olmur. Feil olsa da sifət olmur. B bəndə çıxdı. Min sözü sifət olurmu? Olmur. Feil var, minmək düzdür. Az sözü sifət olurmu? Olmur. Bu da azmaq düzdür. Feil olsa da olmur. Deməli, cavabımız qaldı Y bəndi. Y bəndinə baxaq. Dik. Dik yer. Necə yer? Dik yer. Dikmək. O gözlərini yola dikdi. İki cürdə olur. Sarı rəng. Bir də var sarımaq. Sifət və feil oldu. Sağ tərəf. Necə? Sağ adam. Necə? Sağmaq. Bir də feil oldu. Deməli, doğru cavabımız oldu Y bəndi.